Amerika Latin, Kanada, İsland ve 5 ولايات أوروبا غربي كرد نيري وقالنا قشت عالم كرديري الرأي نمونا الجزائر يشن لادين وبادين لا مراكش يشن ريفي Durun cehennem onlara it kurtlar. Sizin yerinizə hangi bir millət olsa, xəcaletindən, evindən eşiyə çıxması ki, sosial medyalarda da görsənməsi ki, bizim millətimiz xaindir. Bilirsiniz, bunlar tarix boyu xiyanətlə, şərəfsizliklə məşhur olublar, olacaqlar. Yadınızdadır da, Qarabağda da bunların əmoğlanları, erməni dıqalarını da bugün ballar çıxartmışlar da gelin göğün getdi qapına ki, ay bırak, ermənilərin belə oldular artıq 24 saatın içində, 24 saatın içində it kimi qaçdılar. Qırr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 
neynə dedi olacaq? İtdir da, ağı qərəsi yoxdur ki, zatı itdir. Deyirəm, bir millət nə qədər həyasız ola bilər, nə qədər şərəfsiz ola bilər. Yaxşı Kürt, ölü Kürtdür. Bunu yadınızdan çıxartmayın. Və biz o günü çox belə bir səbranə gözləyirik. Və sizə bu təzahürdə biz zəfərimizi göstərdik, qudrətimizi göstərdik. Erməni necə uzun işğal eləmişdi bizim torpağımızı. Girdik, aldıq torpaqlarımızı, haman erməni sizin soyuyordu. Siz də o günə qalacaqsınız. Siz heç zaman hakimiyyət sahibi ola bilməyəcəksiniz. Siz çox zanatırsınız ki, dünyada heç olmasa bir illik tarixiniz olsun, bir şahiniz olsun. Ona biz izin verməyəcəyik. Biz ikinci Ermənistanı Azərbaycanın o başında yaratmayacaq. Biz necə ki var, talaşımızı eləyəcəyik, sizin kimin erməni soyluları ortadan götürək. Siz terroristsiniz. Siz heç zaman yani ki bir millət ola bilməzsiniz. 3 milyon, 4 milyon Kürtsüz. Siz dünyanın hər yerini qatıbsınız. O Belçiki, Suedin, bilmirəm oradan keçibsiz Azərbaycan sərhədlərinə, oradan keçibsiz İraq sərhədlərinə, oradan keçibsiz Türkiyə sərhədlərinə. Harada Kürt var, ora verən var. Orada terrorist var. Orada gün yoxdur ki, o millətin cavanları şəhid eləməyəsiniz. O millətin əskərini öldürməyəsiniz. Və bunu deyim ki, sizə 2 ilin içində sizlərə çox pis gün olacaq. Necə ki, prezidentimiz Erdoğan dedi, sizin bu il son ilinizdir. Siz bir dəfə bitəcəksiniz.